Kolumbiya əsilli rəssam Fernando Botero'nun özünə məxsus tərzi vardı. Sonralar rəssamın tərzinə Boterizm dedilər. Fernando Botero rəsmlərindəki obrazları çox iri miqyasda çəkirdi. Bu biraz satiraya da bənzəyirdi. Bu tərzdə rəssam 60 il çalışdı. Onun tablolarında uşaq, heyvan, insanlar, hamı çox iri cüssəli görünürdü. Rəssam hətta İsa Məsihi də öz tərzinə uyğun çəkirdi. Fernando Botero dünya incilərini öz əsərlərində əks etdirirdi, əlbəttə ki, öz tərzində. Botero həm də heykəltaraş idi. Barselonada onun pişik heykəlləri var. Rəssam 2013-cü ildə 91 yaşında dünyasını dəyişdi.